Beşinci yerin galibi, dördüncü yerin sahibi. Üçüncü yerin adını görəndə mən təəccübləndim. İkinci yeri Şengənc layihəsində. Mən sizə bu mükafatı təqdim etməyəcəyəm. Axşamınız xeyir olsun, əziz tamaşaçılar. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Azad Azərbaycan Teleradio Yayım Şirkəti və bu şəhərdənin birgə layihəsi olan Şengənc sonuncu dəfə efirdədir. Amma niyə sonuncu dəfə? Çünki bugün final axşamıdır. Gələn mövsümümüz öz yerində. Amma bugün final həyəcanı ilə qarşınızdayıq. Öz adımdan deyə bilərəm ki, hələ bu qədər həyəcanlanmamışdım. Hər kəsi alqışlayaraq salamlayaq, xoş gəlmisiniz. Bəli, bu axşam final gecəsidir. Bugün 5 komandanın həm videolarını, həm sujetlərini, canlı çıxışlarını, kliplərini, filmlərini izləyəcəyik. Bugün finala qədər gəlib çıxan 5 komanda arasından birdən 5-ə doğru qaliblər təyin olunacaq və bu axşam o böyük mükafatın sahibi bəlli olacaq. Onlar əməkləri ilə, öz əziyyətləri ilə, öz gücləri ilə çalışdılar. Bugünə qədər gəlib çıxdılar və bugün əziyyətlərinin bəhrəsini ədalətli şəkildə, ədalətli münsiflər heyətimizdən alacaqlar və münsiflər heyəti demişkən, o dəyərli insanları sizə təqdim edim, daha sonra final axşamında sizin nələr gözləyəcək, bax ondan danışacağıq. Deməli, oradan mənə baxır. Bugün istəmədən, bilməyərəkdən onun gülünü oğurlayıb bura taxıbmışam. Bu axşamki adımı maraqla gözləyirəm ondan. Onu hər kəs çox sevir. Onu Azərbaycan tamaşaçısı sevərək izləyir. Onun hər sözünü diqqətlə dinləyirik. Əsasən də aktyorluq yolunda addımlayan bütün gənclər üçün bir məktəbdir. Çünki o Respublikamızın xalq artisti Afaq Bəşir qızıdır. Xoş gəlmisiniz. Adımı birazdan sizdən eşidəcəm və bugün hansı adla davam edəcəm onu bilmək istəyirəm. Aysurxanə xanım. Aysurxanə? Səbəbini bildim niyə Surxanə oldu, amma yaxşı qutardıq. Keçən dəfə ay final edim, bugün üçümsə Aysurxanəyəm. Bəli, gəlin onları da təqdim edim. Kimdir onlar? Bu şəhərdənin döyünən ürəyi, hər kəsin çox sevdiyi, o olmazsa bu şəhərdə olmaz. O olmazsa siz bu konsertlərə bu qədər böyük maraqla gedə bilməzsiniz. O olmazsa Şengənc olmayacaq idi deyə bilərəm. O olmazsa bizim maaşımız da olmaz. Söhbət bu şəhərdən rəhbəri Müşfiq Abbasovdan gedir. Adını çox eşitmişsiniz, amma bugün çox özü az-az verilişlərə çıxır. Çox sağ olsun ki, Müşfiq müəllim bugün Verilişləri seçir. Seçir. Əsas da Şengəncə seçib, çox sağ olsun ki, gəlib. Deməli, bu şəhərdənin gözü, bəbəyi, bu şəhərdənin
gülən siması, bu şəhərdənin unudulmaz obrazlarının müəllifi, bəli, o Müşfiq Abbasovdur. Sen seher dermanı içməlisən, ha? Dedilər 2 dəfə desəm, bugün 2 dəfə maaş alacağız. Bəli, gəlin təqdim edirəm bu şəhərdənin unudulmaz qəhrəmanlarını. Bu şəhərdə onlarsız heç vaxt ola bilməzdi. Bugün bir əfsanəyə çevrilən bu şəhərdənin qəhrəmanları var. Respublikamızın əməkdar artisti, hər kəsin çox sevimlisi, səmimiyyətinə heç vaxt şübhəmiz olmayan, bəli, onlar sənətkardılar. Respublikamızın əməkdar artisti Rafael İskəndərov buradadır. Bravo. Sağ ol. Çok sağ olun. Bəli, həqiqətən də sənətkardılar, çünki onları obrazlarıyla sevirsiniz. Çünki onları yaratdıkları filmlərdəki obrazları, səhnədəki obrazlarıyla qəbul etmişsiniz. Doğmanız olaraq o qədər gözəl obrazları canlandırırlar ki, onları özlərindən çox bax o obrazlarını sevirsiniz. Amma onları hər kəs sevir, çünki həm də o dəyərlimiz Respublikamızın əməkdar artisti Coşqun Rəhimov da buradadır. Bravo. Xoş gəlmişsiniz. Sağ olun. Hoş Necəsiz? Müşfiq mənim, indi Rafael mənimlə Coşqun mənim bugün məndən biraz bitər danışacaqlar. Xahiş edirəm, məni o qədər böyük təqdimatdan sonra tək qoymayın da burada. Başla. Başla. Redaktorumuz, mən də olsam təqdim eləməzdim də. Deyir ki, Rafael İskəndər bugün səni təqdim eləmədi. İmkan verirsən be ya. İmkan verir ya. Yaxşı, dayandım. Həmən ekranlardan gördüyünüz, amma özünü birinci dəfə canlı gördüyünüz Şən Gənc verilişinin daimi əbədi aparıcısı, günün adı neydi? Aysur Xanə. Aysur Xanə. Yox, Aysel xanım, alqışlarınızla. O sizin öz aranızda zarafatdır, mən ora müdaxilə eləyə bilmərəm. Əlbəttə ki, Afakam nə deyirsə qəbulumdur. Sadəcə son qərarını demir ki, gedim adımı şəxsiyyət vəsiqədə dəyişim. Tələsmə, tələsmə. Tələsməyim, gələn mövsümü gözləyim ondan. İnşallah. İnşallah. Bugün finala gəlib çıxan 5 komandamız var. Həqiqətən də onların bəziləri zəif başlamışdı, finala qədər özlərini inkişaf etdirdilər. Bəziləri ilə güclü olaraq başlamışdılar, güclü olaraq da davam etdilər. Onları ekrandan gördünüz, səhnəciklərini izlədiniz, amma bugün canlı-canlı da görəcəksiniz. Bəli, finala vəsiqə qazanan komandalarımızı səhnəyə dəvət edirəm. Lənkəran Gənclər Evi, Qobustan Gənclər Evi, Qaradağ, Göygöl və nəhayət Sumqayıt Gənclər Evini səhnəyə dəvət edirik. Xoş gəldin. Ay, orada obrazdan gələn də var. Birinci növbədə sizi alqışlayırıq ki, finala qədər gəlib çıxdınız öz əziyyətinizlə. Həm səhnəciklərinizlə, həm iştirak etdiyiniz səsvermələrlə bir gün belə tənbəllik edib geriyə qalmadınız, bir gün belə məsuliyyətsiz yanaşmadığınız üçün. Çox sağ olun dostlar. Bax, bugün həmin o möhtəşəm final günüdür. Hansı ki, bəzən olurdu o qruplaşmalarda adlar çəkilirdi. Misal üçün, Sumqayıt var, harada da olar. Ən çətin bura gəlib çıxan siz olmuşsunuz. Axır ki, sizi burada görə bildik. Zülmlə də olsa finala qədər gəlib çıxa bildiniz. Amma bugün səs verməni münsiflər heyəti həyata keçirəcək. Bugün heç bir Gənclər Evinin səs verməsi olmayacaq. Odur ki, bugünün ədalətindən heç kimin şübhəsi olmasın.
Bütün güc yalnız sizin istedadınızdadır. Özünüzü bugün göstərin və görək bu möhtəşəm şən gəncin finalında birinciliyə kim layiq olacaq? Gördünüz, suallarınız varsa... Uğur arzulayaq da uşaqlar. Uğur arzulayırıq. Uğur arzulayırıq və bugün də sizə veriləcək qiymətin düzgün olacağına, hər kəs öz haqqını alacağına heç bir şübhəniz olmasın. Necə mənə belə gəlir ki, bugünkü günə qədər münsiflərin verdiyi qərarlardan şübhəniz olmayıbdır. Və indi də bugün də kimin haqqı nədir, onu alacaq və sizə müvəffəqiyyətlər. Uğurlar dostlar, sizi yerinizə dəvət edək. Keçə bilərsiniz. Bəli, bəli. Narahat olun, birazdan bu səhnə sizin də onsuz da. Bir-bir dəvət edəcəyik, səhnəciklərinizi də izləyəcəyik. Bugün bizim çox hörmətli qonaqlarımız da var. Çox hörmətli insanlar var burada əyləşən. Fəxri qonaqlarımız var. Azərbaycan Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva buradadır. Xoş gəlmişsiniz İndira xanım. Bugün birinci olan Gənclər Evinin elə mükafatında İndira xanım təqdim edəcək və Azad Azərbaycan Teleradio Yayım Şirkətinin rəhbəri Azər Xəlilov da buradadır. Xoş gəlmişsiniz. Mən istəyirəm dəyərli münsiflər heyətimiz bu final axşamında bir-iki ürək sözünüzü eşidək və daha sonra bu axşam tamaşaçıları nə gözləyir, mən məlumat verəcəm. Buyurun. Mən bir daha Gənclər və İdman Nazirliyinə, Azad Azərbaycan Teleradio Şirkətinə, bu şəhərdə prodakşına təşəkkürümü bildirirəm ki, hardasa aylar bundan öncə bir yola çıxdıq. Çox asan yolda deyildi və 32 komandanın iştirakı, 32 komandanın mücadiləsi, 32 komandanın mübarizəsini biz gördük. Bizim gənclərin daha doğrusu yumora münasibətini, satiraya münasibətini gördük və bugün də bir böyük bayramı qeyd edirik. Bir daha bu yolda əziyyəti olan hər kəsə öz təşəkkürümü bildirirəm və bu yola çıxmışıqsa bu yolu davam eləmək, bu yolu inkişaf elətdirmək mütləq vacibdir. Ona görə də biz öz tərəfimizdən səyimizi əsirgəməyəcəyik. Yetər ki, gənclərimizdə istəyi olsun, gənclərimizdə maraq olsun, gənclərimizdə öyrənmək məqsədi olsun. Mən bir daha bu 32 Gənclər Evini ürəkdən alqışlayıram və bayramınız mübarək. Afaq xanım. Mən ilk növbədə Gənclər və İdman Nazirliyinə öz dərin, hədsiz minnətdarlığımı bildirirəm. Çünki o, bizim gənclərimizin həyatında çox böyük rol oynadı və mən sizə deyim ki, nə qədər gənc yaxın oldu incəsənətimizə, mədəniyyətimizə, idmanımıza, kimləri tanıdı. Onlar özlərini bu istedad sahəsində, bəlkə də onlar müəyyən yaşa çatmışdılar. Hələ ki, kim olacaqlarını bilmirdilər, hansı vəzifənin sahibi olacaqlarını bilmirdilər. Artıq onların içərisində bu qərara gələn var, kimisi aktyor, kimisi operator, kimisi rejissor, kimisi ssenarist. Bilirsiniz, bütün bunların hamısı böyük roldür və bu rolun əhəmiyyətini kəsb edən Gənclər və İdman Nazirliyidir. Mən başda nazir olmaqla bütün heyətə öz təşəkkürümü bildirirəm və gənclər üçün belə bir qayğı, belə bir diqqət ayırdıqlarına görə onlara öz təşəkkürümü bildirirəm. Həssiz də təşəkkürümü bildirirəm. Və bugün də artıq finala çıxan komandalara müvəffəqiyyət diləyirəm. İnşallah mən bilirəm ki, onlar zaten mükafatı qazanacaqlar. 5 nəfər qalıblar və 5 də mükafat yeridir. Amma mən istəməzdim ki, o mükafat bir-birimizə baxıb təəssüf hissi ilə o komandaya təqdim edək. Mən bilirəm ki, onlar neçə dəfə bu barədə Coşqun müəllim daha çox danışırdı ki, finala az qalıbdır, məsuliyyətli olun, bizi çıxılmaz vəziyyətdə qoymayın. Mən inanıram ki, bugün onlar bizi çıxılmaz vəziyyətdə qoymayacaqlar. Müvəffəqiyyət arzulayıram. Rafael müəllim.
Mən bütün bu işdə cüzi belə əziyyəti olan hamıya biz qarşı öz minnətdarlığımı bildirirəm. Və mən bu günləri istərdim, bu gün finala gəlib çatmayan, yarışdan uzaqlaşan gənclər evlərinin komandalarına deyim ki, ruhdan düşməsinlər. Hələ gələnmir. Hələ hər şey irəlidədir, hər şey inşallah bu layihə davam eləyəcək. Yenidən hər bir şey qüvvəyə minəcək inşallah. Bugün isə bu uşaqlara bugün doğrudan da uğur arzulayıram. Çünki bugün doğrudan da onlar üçün çox çətin bir gün olacaq. Uğur olsun, hamıya uğur arzulayıram. Çox sağ olun. Müşfiq müəllim. Mən də hamıya ilk növbədə uğur arzu eləyirəm. İndi durmuşuq, burada əyləşmişik, komandaların adını oxuyuram. Hansılar ki, finalda yoxdular. Açığı bu mövsüm başlayanda biz öz aramızda redaktor heyəti ilə, münsiflərlə danışırdıq. Hərə öz fikrini deyirik ki, məncə finalda filan 5 komanda olacaq, filan 5 komanda olacaq. İndi hərəmizdə hansısa 1-2 komanda üstə düşdü. Hansısa 1-2 komanda sürpriz oldu. Olan komandaların içində, misal üçün, Lənkəran mövsümü... Sürpriz oldu. Bəli, Lənkəran çox zəif başlamışdı əvvəldə və heç kim deməzdi ki, Lənkəran gəlib finala çıxacaq. Lakin finala yaxınlaşdıqca, yarın finalın özündə Lənkəran möhtəşəm videoları ilə çox təəccübləndirdi. Məsələn ki, Gəncə çox güclüydü. Biz onu finalda gözləyirdik, amma əfsuslar olsun ki, əksinə oldu. Gəncə əksinə yaxşı başladı. İlk videoları çox gözəl idi, çox peşəkar. Amma yaxınlaşdıqca finala nəyə görəsə birdən-birə laqeyd mi yanaşdılar işə, səhlənkarlıq mı etdilər? Nəysə, gəlib finala çatmadılar, belə qismət. Bir də minnətdarlıq bildirdi bizim dostlar, kollegalar. Mən də bir minnətdarlıq bildirmək istəyirəm. Həmin bu, belə deyək, ev yəsinə, Bakı Gənclər Mərkəzinə, hansı ki, mövsümün əvvəlində tərk elədi. Bizim turniri bildiyiniz kimi, açıq mənim onlara da çox böyük ümidlərim var idi. Onlar da əvvəl başlayanda mən fikirləşdim ki, sözsüz Bakı Gənclər Mərkəzi finaldadır. Amma digər özləri də gözəl bilirlər ki, videoları həqiqətən hansısa bir müddət çox zəif oldu. Bir tərəfdən də bəlkə də yaxşıdır ki, eləymiş, qismət imiş ki, indi təsəvvür edin bir anlıq Bakı Gənclər Mərkəzdə finaldadır və o birisi 4 gənclər evi bunların meydanında oynayırlar. O çox çətindir, çox ağırdır. Amma indi artıq hamısı neytral zonada oynayırlar, necə deyirlər, daha ədalətlidir, daha haqlıdır. Əminik ki, inşallah növbəti mövsümdə Bakı Gənclər evi də qismət olar, finalda olar. Hər birinizə təşəkkür. Əziz bizim nazirlik, Bakı Gənclər evi, bütün gənclər evləri, bizim bölgələr. Bilirsiniz, maraqlı bir fakta deyim sizə ki, Bakıdan səhv eləmirəmsə 6 ya 7 gənclər evi Bakı şəhərindən qatılmışdı bizim həmin bu çempionatımıza. Amma indi ora biz baxırıq, biz görürük ki, maşallah, Lənkəran, baxmayaraq ki, paytaxt deyil, paytaxtdan neçə yüz kilometr qıraqdadır, Göygölün özü, onlar öz zəhmətlərindən gəldilər, finala çatdılar. Amma Bakıdan onların bir çoxu çatmadı, indi Qaradağdır, Sumqayıtdır, yəni o da yeri gəlsə paytaxt deyil, yenə Gəncə ikinci şəhər idi, çatmadı. İndi qismət, Qobustan, hamısına uğurlar. Uşaqlar, növbəti mövsümdə inşallah biz görüşürük və komandalara nəzərən çatdırım ki, növbəti mövsümə qədər bizim hələ Qubada keçiriləcək bizim Gənclər evi ilə yay festivalımız olacaq. Bütün bu komandalarla ola bilsin bir neçə əlavə komanda ilə də, gənclər evlərindən də, gənclərimizlə də bizim orada görüşlərimiz olacaq. Bizim hörmətli münsiflərlə, həmin komandalarla həm master klasslar keçiriləcək, bir təcrübə bölüşməsi olacaq onlarla ki, növbəti mövsümə daha hazırlıqlı olsun, daha yaxşı olsun və əlbəttə ki, həm də ATV telekanalına mən minnətdarım bildirirəm. Bu təklif ilk olaraq nazirlikdən gələndə bizə, təbii ki, mən öz növbəmdə, ilk növbədə bölüşdüm bu təkliflə Azər müəllimlə. Azər müəllim də dedi, böyük məmnuniyyətlə biz həm efir ayırıq, həm də ki, texniki dəstək, təchizat nə lazımdırsa, gənclər üçün biz bunu hamımız birlikdə eləməliyik. Çünki həqiqətən də bu gənclər bizim gələcəyimizdir. Bu gənclər bu günləri maşallah Azərbaycanın bir çox sahələrində önəmli yeri gənclər tutur. Bir çox sahələrində, istəyir iqtisadiyyatı olsun, istəyir siyasəti olsun, biznesi olsun. Hər sahədə maşallah xaricdə yaşayan gənclərimiz var bizi təmsil edən
və ümumilikdə sizə deyim ki, hamımız gözəl bilirik ki, bizim Qarabağımızı azad edən də elə həmən Azərbaycan gəncləri oldu. Var olsun Azərbaycan gəncləri. Bir şeydə nəzərə çatdırım ki, Azərbaycan dünyada çox az ölkələrdəndir ki, dövlət başçısının gənclər strategiyası var xüsusi. Çox az. Biz xoşbəxtlikdən həmin ölkələrdəyik ki, bizim cənab prezidentin gənclər strategiyası var. O, onun üçün önəmli yer daşıyır və bundan da gənclər yaxşı mənada istifadə eləməlidir. Hər sahədə özünün inkişafı üçün. Sağ olun, hamıya uğurlar. Siz sağ olun. Mən istəyirəm dəyərli fəxri qonaqlarımıza da söz verim. Mikrofonu elə özüm aparacağım. İncə xanım, buyurun. İlk növbədə ATV-yə və onun rəhbərliyinə və münsiflər heyətinə təşəkkürümüzü bildirmək istəyirik Gənclər və İdman Nazirliyi adına. Çünki təşəbbüs bizdən gəlsə də bu layihənin canı, ruhu, hər bir şeyi yaradıcı kollektivdədir. Yəni sizsiz. Bu layihəni layihə edən, onu baxımlı edən yenə də sizsiz. Və Gənclər Evləri adından da sizə təşəkkürümü bildirirəm. Çünki Gənclər Evləri təxminən 10 ildir ki, var, mövcuddur. Amma böyük səhnəyə onlara yol açan bu layihə olub. Və hərdən insanlar arasında, vətəndaşlar arasında deyirlər ki, Gənclər Evləri neyinir axı? Açıblar, heç bilinmir nədir. Onları göstərmək üçün bu çox yaxşı bir fürsət oldu və inanıram ki, bundan ruhlanıb Gənclər Evləri digər sahələrdə də öz istedadını, bacarığını, idarə etmə qabiliyyətini göstərəcək və bununla da Azərbaycan gəncləri müxtəlif sahələrdə yenə də öz bacarığını göstərə biləcək. O ki, qaldı finala çıxan, mən də elə şəkillərə baxıb düşünürəm ki, bu həm sizin münsiflər heyətinin şəffaf işidir, ədalətli işidir ki, əvvəlcədən düşündüyümüz Gənclər Evləri deyil, digərləri finala gəlib çıxır və bu məhz onları ruhlandırmaq üçün çox böyük əsasdır. Təşəkkür edirəm bir daha sizə. Sağ olun. Çox sağ olun Rəhan. Azər müəllim, sizdən də işləyək. Bir daha bu tədbirə dəvət etdiyiniz üçün layihənin təşkilatçılarına və Gənclər və İdman Nazirliyinin nümayəndələrinə təşəkkür edirəm. Layihə əslində mən belə düşünürəm ki, həm teatr sənəti, həm əyləncə, həm şou deyilən əyləncə industriyasında yeni bir platformadır və bu platforma gənc istedadların üzə çıxarılması, tapılması, onların tanınması və inkişafına start verə biləcək bir platformadır. ATV olaraq biz həmişə gənc istedadlara öz qapılarımızı açıq saxlayırıq və açığıq və ümumiyyətlə öz cərgələrimizə yaradıcılıq qruplarında böyük əhəmiyyət veririk gənc istedadlara və gənc mütəxəssislərə. Mən düşünürəm ki, bu cür platforma, yəni Şən Gənc kimi layihə Respublikada daha çox olmalıdır. Digər telekanallarda, digər media vasitələri də misal üçün bu cür platformalara yer verməlidirlər. O ki qaldı, bugün bizim yığışdığımız bu tədbir demək olar ki, bir il ərzində davam edirdi. Çox gərgin mübarizəni televiziya tamaşaçıları müşahidə edib və artıq bundan öncə qeyd etdiyim əyləncə və istedadlar tapılması nöqteyi nəzərdən müəyyən liderlər artıq ortalığa çıxıb və düşünürəm ki, bizim birazdan müşahidə edəcəyimiz bu yarışda 5 kollektivin, mən deyərdim ki, 32 iştirakçının hamısı qalibdilər, ancaq 5 irəlidə gedən kollektivdən biz qalibləri görəcəyik və düşünürəm ki, gələcəkdə Azərbaycanın incəsənət
səhnəsində bu qaliblərdən bir çoxları öz yerini tapacaq. Bu layihənin ərsəyə gəlməsi və inkişaf etdirilməsinə görə bir daha Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm və bu layihənin uzun bir müddət ərzində inkişaf etdirilməsində və yüksək səviyyədə televiziya tamaşaçılarına təqdim edilməsində yaradıcı heyəti mən alqışlayıram. Bizim münsiflər heyətinin üzvlərini alqışlayıram və bizim aparıcımızı alqışlayıram. Bir daha təşəkkürlər, çox sağ olun, hamıya uğurlar. Çox sağ olun Azər müəllim. Müşfiq müəllim, Bəli. bugün mövzumuzu elan etməzdən öncə bizim sonda birdən vaxtımız qalmaz deyə yaradıcı heyətimiz var ki, tamaşaçılar onları görmür, amma bu verilişdə onların da çox böyük əməyi var. Elə istəyirəm layihə rəhbəri olaraq siz bizim bir-iki kəlmə ilə təşəkkür gözləyirlər arxada bizdən. Onlara da bir təşəkkürümüzü bildirək. Yaradıcı heyətdən öncə nəzərinizə çatdırım ki, Gənclər İdman Nazirliyinin də böyük bir kollektivi var, hansı ki bizlə bir mövsüm boyu çiyin-çiyinə çalışırdı. Çünki bu yarışmanın hüquqi tərəfləri var, maliyyə tərəfləri var, texniki tərəfləri var. Hər verilişdə, hər çəkilişlə bağlı əziyyət çəkən insanlar var. Ora dəvət olunan gənclər evləri var ki, yadınızdadırsa bizim pavilyonumuzda hər çəkilişdə gəlirlər. Ayrı-ayrı rayonlardan, sağ olsunlar, bunu nazirlik təşkil eləyirdi. Onların gəlməyi, getməyi, onu təşkil edən insanlar, nə bilim, nazirlikdə yenə deyirəm, səhnə arxasında olan bütün insanlar, onları da mütləq qeyd eləməliyik, onlar da sağ olsunlar, var olsunlar. Bu şəhərdə production əməkdaşları var, hansı ki, kadrda olmayan, səhnə arxasında olan. Yəni bizim həm texniki heyətimiz var, bizim operatorlar var, bizim rejissorumuz Emin var, bizim redaktorlarımız var, Vüsalə xanım, Arzu xanım, Elvin, Rəsul. Aysel xanım, siz kadrdasınız. Məni görürlər o heç. Bizim Sima xanımımız var. Bizim ATV kanalının səhnə arxasında qalan əməkdaşları var. Hansılar ki, daim bizimlədirlər bu layihədə. İnanın mənə, çox böyük bir komandadır. Yəni, pis çıxmasın. Onları hamısını səhnəyə yıxsaq, iştirak edən uşaqların sayından çoxdur. Hamısı sağ olsunlar, hamısı var olsun, hamısının bütün işlərinin axırı xeyirli olsun. İnşallah. Sağ olun uşaqlar, hamınıza minnətdarıq. Sağ olun dostlar. Bəli, bu final axşamında mövzumuz toydur. Və bura elçilik də aiddir, nişan da aiddir, yəni toy mərasimi, toya qədər olan və ya da toy mərasimidir. Bugün nə izləyəcəyik? Əziz münsiflər heyəti və tamaşaçılar və burada eləşən qonaqlarımıza da deyirəm. 4 səhnəci mi deyim, sujet mi deyim, indi izah edirəm. Birinci canlı səhnəcilər olacaq. 5 komandanın canlı toy mövzusundakı səhnəciyini izləyəcək. 3 dəqiqədən ibarət 3 dəqiqəlik tamaşalardır, kiçik səhnəciklərdir. Kliplər var, hansı ki biz bir dəfə onları alışdırmaq üçün yadınızdadırsa təqdim etmişdik mahnı sözlərində işərək. Gülməli bir skeç halına gətirmişdilər. Kliplər izləyəcək, yenə 5 komandadan və sujetlər var, ev tapşırıqları. Bunu izləyəcək və biri də film. Film dublyajları olacaq. Bunu çox bəyənəcəksiniz. Eşitdiyimə görə çox maraqlı alınır. 5 komanda bildiyimiz məşhur filmləri yenidən yumoristik şəkildə dublyaj ediblər. Bütün bunlar əsasında hər dəfə siz özünüzdə dəyərləndirmə aparacaqsınız. Hər dəfəsində sizdən burada kim yaxşıdır deyə soruşmayacaq. Müzakirə edəcəyik təbii ki, danışacaq. Amma qiymətləndirmə yalnız sonda olacaq. Bu 4 nüans əsasında sonda bir nəticə yazacaqsınız. 5 zərf təqdim olunacaq sizə. 1 nömrə, 2 nömrə, 3, 4 və 5-ci qaliblərin adlarını aranızda qərarlaşaraq 1-ci yerə kimi layiq görürsünüz, 5-ci yerə kimi zərflərin içinə yazacaqsınız və bugün o qalibi burada görəcəyik. Bu final axşamında mövzumuz toydur. Kimin haqqı nədir, onu alacaq. Gözəl bir mahnı səslənsin. Mən oynaya bilmərəm, qardaş. Mən qız atasıyam, ağır oldu. Bir dəfə olan bir şey deyil, bax saxla. Hörmətli münsiflərə bir sürpriz eləyim ki, bu səhnəciyi bütövlüklə
nəsə demək istəyirlər. Bəlkə Təsadüfdür bu. Yox, qoy desinlər. bütövlüklə təsadüf. Nə yazıq ki, gülləmiz boşa çıxdı. Bu faktı mən deməyə də bilərdim, amma o birisi 4 komandanın haqqına girməmək üçün mən özümə borc saydım, bunu bildim. Wow, aman tanrım, qudalara yaraşar mı bu? Nənə öz oğlunun yanaqlarına yapışıb qanını sovurmağa başlayır. 600 manat. 600 manat. Tey buradan. Götür oksi getdi. Finala yaxın bir səhnəcikdi. Pis deyil. Sonluq görmədim, final yox idi burada. Bəli, bugün izləyəcəyiniz tamaşalar, videolar hamısı püşkatma ilə seçilib. Püşkatma nəticəsində adı birinci çıxan komandanı dəvət edəcəyik səhnəyə. Canlı tamaşalarını izləmək üçün Lənkəran Gənclər Evi ilə başlayırıq. Əziz qonaqlar, hörmətli rəqiblər, zalda və ATV-də bizə baxanlar, Lənkərandan qucaq dolu salamlar gətirmişəm sizə. Görkəmli sənətkarımız Səməndər Rızayevin Bəyin Oğurlanması filmində gözəl bir replikası var idi. Xalqimin toy kimi bir adəti var. Bu gözəl adətinə hörməti var. Xalqimin toy kimi bir adəti var. İdi. Bizim elə səhnəciyimizin adı da həm ididir, həm də indi. Deyirdin, ölürəm, bu sevgi bitməz deyirdin. Sən elə ölsən məsləhətdir. Toy da axı bu. Cəmat şad gündür, gəliblər əylənməyə. Nə ölmək salmısan. Bəylə gəlin elə indi qovuşubları bir-birinə. Qardaş, İmkan verməzdir. Mikrofonu bir kəlmə toy. Dayı, ömrümüzə girmədə gənclərə bax. Bax, gör nə gözəl rəqs eləyirlər özləri üçün. Sən də qoşul onlara, biraz cavanlıq elə. Qoşul. Əgər oynamaq lazımsa, bizə heç göbənli də lazım deyil. Bir dəqiqə. İndi gəlin eyni vəziyyətə bir də musiqisiz baxaq, görək necə görsənir. Biabırsıdır, xahiş eləm səndən tərk eləyim. Belə oynamaq olmur. Xahiş eləm səndən tərk eləyim. Heyf, çox heyf. Aysel xanım, yəqin siz də mənimlə razılaşarsınız. Heyf deyil köhnə toylarımız. Mənim yaşım orada deyil. Mən o qədər böyük deyiləm, köhnələri görməmişəm. Uzun dərə misal üçün, tərəkəmə, Süleymani rəqsləri, nə gözəl rəqslər idi, çox heyf. Və heyf ki, ƏDV-dən geri qaytarılmasıyla yığılan pulla toya tamada çağırıblar. Siltuş çöl çəmənliyə pulları çatmayıb, ona görə də bugün səhnədə mənəm. Və... Bir dəqiqə. Oxşatdı mı deyəsən? Elə bildim odur. O da örmüş. Vaxtım yoxdur. Kameramana 1000 manat. Olar. Müğənniyə 7000. 7000 manat, o cür müğənniyə azdır hələ. Hələ sultuşa belə pulum çatmayıb. Buna 200 də bəsdir. Nə? 200, 150 manat bəsdir. Mayonezin belə ən ucuzunu alıb gətirmişəm. Çox sağ ol da. Ona görə 5 nəfər zəhərlənib. Bir nəfər güclə çatdırdı və qalan bir tər tualetə yerləşdirmişik. Bu da acı reallıq. Toydan sonra mühassi batdıq. Qardaş, o toy şey oldu. Dayı, bəs də imkan vermədin bugün toy aparaq. Nə istəyirsən? Ürək söz. Yaxşı, gələ. Bəylə gəlinə öz təbriklərini. Buyur, səhnə sənindir. De, sən canı de. Mən nə deyə bilərəm ki? Elə buna görə idi, bayaqdan baş beynimiz aparırdı. Elə buydu. Deyə şey olurdu. Bizdə ağsaqqala hörmət var. İdi. İnşallah ki, bir vaxtlar Şən Gəncdə Lənkəran komandası var idi
deyə olmaz bugünkü səhnəciklərimizin sonu. Gəlin dəyərli münsiflər heyətimizin dəyərli fikirlərini eşidək. Mən Lənkərandan daha belə dolğun bir şey gözləyirdim. Yəni tərifləyirik neçə vaxtdır, neçə gündür. Amma sözün açığı mən o qədər də feyziyab eləmədim. Coşqun müəllim, Lənkəran. Baxdıq, izlədik. Yəni, burada həm məlumat vermək vardı səhnəcikdə, həm də səhnəcikdən qısa kadrlar vardı. Yəni, bunlar toyu, indiki müasir toyun dırnaqarası təbliğatını göstərdilər səhnədə. Deyim ki, əziyyət yox idi, var idi. Amma finala layiq olan bir səhnəcik deyildi. Rafael müəllim? Mən uşaqları çox həyəcanlı gördüm. Çox, yəni o, bəlkə də onların oyununa pis təsir elədi səhnədə olmaqları. Onu da yenə deyirəm, qınamaq olmaz onları. Bəlkə sayla, barmaq hesabı saymaq olar ki, neçəncə və səhnəyə çıxırlar. Çox həyəcanlı idilər. O da onların oyununa çox pis təsir elədi. Yəni bundan sonra gələn komandalara da məsləhət görürəm ki, biraz sərbəst olsunlar. Yəni, bəlkə də o oyun gözəl idi, amma onların sıxıntı hiss elədim də onlarda. Elə bir ki, səhnəyə çıxır, həyəcanlı idilər, tamaşasını gördülər. Bu da təbii bir şeydir. Bilirsiniz, mən mövsüm ərzində, məsələn, bax, Lənkəranın özünün elə bir koloriti var ki, Lənkəran Gənclər Evi onu səhnədə, çərçivədə qabartsaydı, daha şirin, dadlı, ləzzətli olardı. Nəyə görəsə onlar onu istifadə eləmədilər. O bir söz var idi, onların əllərində kozr idi, onu istifadə eləmədilər. Mən gözlədim, yox. Məsəl üçün, Qazax, Tovuz, Gənclər Evi, cəmsi biri hansısa bir dəfə aşığı sazı istifadə elədi. Axı o sizindir. Axı həmən o aşıqla, sazla gəlib finalda çatmaq olardı, çempion da olmaq olardı. O məxsusidir, o ləzzətlidir, o dadlıdır. Yəni, nələr demək olardı aşığın dilindən, sazın sədaları və s. Əfsuslar olsun ki, nəyə görəsə komandaları fikir mi vermirlər və yaxud fikirləşdilər ki, biz gəlin neytral bir mövqe seçək onunla. Axı, sizin hər birinizin ayrı-ayrıqda öz şəhərinizin, rayonunuzun, özünüzün xüsusiyyətiniz var da, özünün koloritiniz var ki, onu istifadə etmək lazımdır. Yəni, bu gələcəyə, növbəti mövsümə bilsinlər uşaqlar. Bu çıxışa qalanda indi ümumiyyətlə yaxşı olar ki, bir ikisinə baxar ki, müqayisə eləmək olsun. Bəlkə növbətlər bundan qat-qat zəif olacaq. Biz indi Lənkərana deyə bilərik zəifdir, amma o birisindən baxacaq ki, müqayisədə Lənkəran daha yaxşı olar. Və yaxud əksinə, Lənkəranı tərifləyə bilərik. O birisi çıxışlar elə ola bilər ki, onun fonunda Lənkəran çox zəif görsənə bilər. İndi inşallah baxaq, yavaş-yavaş müzakirə edək. 5-ci yerin qalibi, 4-cü yerin sahibi. 3-cü yerin adını görəndə mən təəccübləndim. 2-ci yeri Şəngənc layihəsində. Mən sizə bu mükafatı təqdim etməyəcəyəm. Püşkatmada adları ikinci çıxmışdı. Bəli, indi dəvət edirəm sizi. Gəlsin Qobustan Gənclər Evi. Salam əziz qonaqlar. Salam əziz qonaqlar, əziz toy iştirakçıları. Bugünkü möhtəşəm qarşılaşmada hamınızı xoş gördük. Beləliklə, meydanın sağ tərəfində rəngarəng geyimdə oğlan evini, sol tərəfdə isə ağ və qara geyimdə qız evini görürsünüz. Onlar qarşılaşma qabağı son tapşırıqlarını alıb isinmə hərəkətlərinə başladılar. Nuş olsun əziz qonaqlar. İndi isə heyətləri sizə təqdim edirik. Beləliklə, oğlan evinin heyəti müdafiədə uzun illər Avropada və yaxın şərq ölkələrində legioner həyatı yaşamış bəyimizin bibisi Sonya bibini görürsünüz.
Meydanın mərkəzində bəyimizin atası Ağa Meydan kişi. Hücumda isə Ağa Meydan kişinin hələ 30 il öncə Braziliyadan götürüb qaçma yolu ilə legioner elədiyi, transfer elədiyi Carlos xanımı görürsünüz. Qız evi isə oğlan evinə nisbətən adətən yerlilərdən təşkil olunub. Arxa xəttə Müdafiə baba, orta xəttə Xurmana, hücumda isə Ofsay Xanatanı görürsünüz. Bəli, əziz qonaqlar, qarşılaşma başladı. İlk olarak sözü verir bəyimizin atasına. Buyur Ağa Meydan kişi, söz sizdədir. Mən oğluma hər zaman hücumda olmağı, offside-da qalmamağı və kart görməməyi arzu edirəm. Ofsay Xanata, buyur, söz sizdədir. Şimdi mən nə deyə bilərəm ki? Yəni sadəcə onu deyə bilərəm ki, xoşbəxt olsunlar. Gözəl Mehriban arzudur. olsunlar. Gözəl arzudur. Bəli, gördüyünüz kimi ilk qarşılaşmanın revanşını almaq üçün oğlan evi hücumdadır. Qız evi isə ilk qarşılaşmada qız toyunda azacıq üstünlüyü qorumaq üçün tamamilə müdafiəyə oturublar. Bəli, qarşılaşma davam edir. Görən nələr baş verir. İndi isə qonaqlarımızın bəyimizə və gəlinimizə möhtəşəm hədiyyələri var. Qonaqlarımızın deyəndə deyəsən, qız evi əli boş gəlib. Oğlan evinin hədiyyəsi möhtəşəm idi. Bununla da oğlan evi üstünlüyünü artırır. Qız evi isə darmadağınla məğlub olur. Bəli, darmadağınla məğlub olur. Aman tanrım, meydanda nələr baş verir? Qudalar arasında nələr baş verir? Az sonra var sisteminə müraciət eləmək məcburiyyətindəyik. Görəsən, nə oldu meydanda? Bəli. Təkrara baxıb aydınlaşdıracağıq. Deməli, wow, aman tanrım, qudalara yaraşar mı bu? Görək. Bu ki, fair play'in tapdanmasıdır. Götürün varı. Bu fair play qaydalarının məhv olmasıdır. Ona göre her iki quduya kırmızı kart görürlər. Bəli, siz fair play qaydalarını tapdanırsınız. Onca yaraşmayan hərəkət eləmişsiniz. Çok düzgün eləmişsiniz. Hələ fair play, hə? Əşi, Allah mərdimazara lənət eləsin. Allah xoşbəxt eləsin. Fazlalı gelsin. Möhtəşəm fazlalı. Bitti bu maç. Bitti qarşılaşma. Başa çatır bu oyun. Bitti bir 20 dəqiqə. Bitti bu 10 nəfərlə davam edən məşəqqət. Bitti hakim elə ədaletsizlik. Bir daha alışlayaq. Afaq xanım, birinci sizdən soruşacağım. Qobustan Gənclər Evinin səhnəciyi necə idi? Mənim xoşuma gəldi. Şən idi, yəni hardasa belə deyim sizə ki, qara yumor hissi olunurdu, var idi. Mən aparıcı çox xoşuma gəldi. Yəni bilirsiniz, mən axı hər də deyirdim axı ki, hər dəfə bir nömrədə kimsə yetişir. Çox gözəl natiqdir, çox gözəl diksiyaya malikdir. Yəni sabahları o bizim özümüzün də hansısa bir idman verilişlərimizi çox məharətlə apara bilər. Yəni artıq bişir, belə birimiz var. Yaxşı idi, tipajlar da, yəni mənə şəxsən xoş təsir bağışladı və bir də mənim ürəyim ağırdı ki, uşaq o kablukdaydı, oğlan da o qızdı. O qırmızı paltarda olan oğlan, o uşaq necə gəzirdi o kablukun üstündə. Coşqunla Rafael yadıma, Allah haqqı, həmişə və olacaq, mənim ürəyimin içini yeyirəm, ki, çətindir. Coşqun müəllim elə öyrəşib. Əşi, Coşqun müəllim o başqa aləmdir. Maşallah. Belə, mənim xoşuma gəldi. Bəyəndiniz? Bəli, bəyəndim. Rafael müəllim. Futbol yoxsa toy? Heç biri. Heç birisi? Heç biri. Yaxşı, tamaşa necə idi? Uşaq pis deyildi. Əgər tamada olmasaydı, yəni burada daha çox güc sanki o aparıcıdaydı. Bəli, aparıcıya düşmüşdü. Yəni çox güc aparıcıya düşmüşdü. Afaq xanım demişkən çox sərbəst idi. Yəni bu bir-iki texniki qüsurlar olmasaydı pis deyildi. Bəyənmək olar. Amma bir balaca dialoq istəyirdim. Bir balaca səhnəcik deyiriksə, bir balaca bunların hərəkətdə olmağını istəyirdim. Yəni, düzdür, təqdimat eləyən bir insan idi, aparıcı idi öndə.
Səhnəcik deyiriksə, bunların dialoqunu eşitmək vacibidir. Bunların toyda mövzuya uyğun bir-birinə olan münasibətlərini görmək vacibidir. Amma bunlar indi bu tərz yanaşıblar. Yenə deyirəm, həyəcan var, özlərini itirmək var, amma dinamik bir səhnə gördük. Onun keyfiyyətli olub-olmamağı birazdan deyəcəm. Müşfiq müəllim. Olaraq, yəni çox yaxşı ideyadır. Oğlan tərəf, qız tərəf, belə deyək də, yarışma mı deyək, batıl mı deyək, dava mı deyək. Var hissəsi mənim çox xoşuma gəldi və onu daha geniş eləmək olardı. Çox yaxşı bir tapıntı idi. Məhz futboldan varı gətirib toya salmaq və bugün də bilirsiniz ki, son illərdir artıq dünya futbolunda o var qəbul olunubdur, ondan istifadə olunur. Amma heyif ki, lazımınca istifadə eləmədilər, inkişaf elətdirmədilər o ideyanı. Var hissəsini bir balaca, yəni vardakı son kadr o aktyor kimi idisə çox yaxşı siması var idi, yaxşı mimikası var idi. Onu daha çox, o varın içindəki diyalogu, yavaş-yavaş o hərəkətlərlə göstərmək, biraz onu sürətləndirib göstərmək, eyni şeyi bir zarafatdan bir neçə dəfə istifadə eləməklə daha çox alqış əldə edə bilərlər. Müqayisədə bir balaca Lənkəran Gənclər Evindən üstün idi. Mənim fikrimcə Qobustan Gənclər Evi. Müqayisədə belə bir dinamikanın olmasının hesabınadır. İndi o bir də baxarıq, görək müqayisədə necə olacaqlar. Gəldik final buraxılışının ən önəmli məqamına. Seçki oldu. Ən güzel. Bəli. Sabah. Elə bir razı. Bunlar götürməsəydilər. Yəni bunlar ikinci. O məni gücləndirdi. İkinci. Götürürlər. Aylardır davam edən gərgin mübarizənin nəticəsi. Bu halallıqdır. Bu halallıqdır, bəli. Allah da şahiddir. Buradakı Bəli, davam edirik. Bugün final həyəcanı olduğu üçün, bugün burada işlər də çox olduğu üçün şəxsi suallar yönləndirmirəm münsiflər heyətimizə. Amma o demək deyil ki, mənim ağımda bir-iki sualım yoxdur. Birazdan o suallarımı yönləndirəcəm. Adətən 4-cü olan münsif heyətimiz bu suallara məruz qalır. Odur ki, bugünkü hədəfim Müşfiq Abbasovdur, amma birazdan deyəcəyik. Hələ ki, püşkatmada 3-cü olan komandanı dəvət edirik. Qaradağ Gənclər Evi gəlsin. Toyxanada məclis göründüyü qədər asan deyil. Hələ ki, gələcək həyatının ilk addımını atan cütlük üçün heç asan deyil. Burada onları təhlükəli ovçular gözləyir. Budur, ilk təhlükə. Qəddar ovçu olan nənə bəy və gəlinə yaxınlaşır. Öz şikarını hədəfləyən nənənin əlindən qurtulmaq isə mümkün hal deyil. Nənə öz ovunun yanaqlarına yapışıb qanını sovurmağa başlayır. Ancaq bəy və gəlin bu hücuma çoxdan hazırlanmışdılar. Bu aləmdə əslində tək ov heç də bəy və gəlin deyil. Bəyin subay dostu öz ovunu, dişisini cəlb eləmək üçün özünə məxsus metodlarını mütləq istifadə edir. Amma bu şübhəsiz ki, uğursuz olacaqdır. Çünki həmin ovu görən tək ovçu o deyil. İndi isə biz bu gözəl cütlüyün həyatlarının sonuna qədər danışacaqları bu möhtəşəm rəqs izləyirik. Yox, deyəsən izləyə bilməyəcəyik. Budur, artıq meydan indi də bu ovçunun olur. Ona vəhşi toy meydançasında alkaş deyilir. Alkaşların nə etmək istədiyi hər kəs üçün bir müəmmadır.
və şübhəsiz olan tək şey budur ki, bu anı məhv eləmək də onların payına düşür. Amma bunun ömrü çox da uzun deyil. Alkaşları bəy və gəlindən daha çox içkilər maraqlandırır. Artıq toyun sondur. Bu isə gənclərimiz üçün qisas vaxtı deməkdir. Rollar dəyişdi. Ovçu indi ov olmuşdur. Gəlin Qaradağ Gənclər Evinin səhnəsini dəyərləndirək. Səhnəcidir. Mənə maraqlıdır. Müşfiq müəllim, bir senarist olaraq sizdən soruşuram. Bura hansı obrazı əlavə edərdiniz? Bayaqlar siz yaxşı qeyd elədiniz. Yəni burada xanım kişi obrazında, kişi qadın obrazında. Bilirsiniz uşaqlar, bu şəhərdə də iki aktyordur. Coşqunla Rafael və bu şəhərdə konsertlərində, səhnələrində bütün obrazları bu iki aktyor oynuyor. Bu bizim formatımızdır. Bəli, bu bizim formatımızdır. Bizdə yəni üçüncü aktyor yoxdur, dördüncü aktrisa yoxdur və s. Ona görə də oynayırlar Rafael ilə Coşqun. Qadını da, kişini də, uşağı da, varlığını da, kasıbı da, həkimi də, müəllimi də və s. Burada sadəcə olaraq əgər o tüfəng misalı varsa açılmalı səhnədə, yəni bunlar tüfəngi görsətlər, amma tüfəng nəyə görsə atəş açmadı. Yəni nəyə görə o obraz eləmişlər, nəsə bir məxsusi olmalıydı, onun bir sonluğu olmalıydı ki, məqsəd yəni bu idi. Baxmayaraq ki, yəni bunların yəni aktyorları da var, aktrisalar da var, hərə öz obrazını oynayardı və onunla da məğzi dəyişəsi deyil idi səhnəciyin. Amma nəyəsə görə bunlar dəyişdilər ki, yəni elə daha gülməli alınacaq. Ola bilər, okey, oynasın, kişi qadını oynayır, amma sonda deməlisən də nəyə görə bu qadını bu kişi oynamışdı, onu demədilər. Sadəcə əvvəldə açıqlamanı verdilər və sonluğu demədilər ki, nəyə görə, ona görə biraz müəmmalı qaldı ki, mənə, yəni necə deyim, yenə də uğurlar uşaqlara, amma sonluq görmədim, final yox idi burada. Coşqun müəllim nəsə deyirdi orada? Tamamilə Müşfiq müəllimin dediyi ilə razıyım. Yəni, əgər bir ayaqqabını, bir geyimi geyinirsənsə, özündə bir dəyişiklik hiss edirsənsə, onun bir məqsədin olmalıdır, bir yolu olmalıdır. Yenə deyirəm, gəncdilər, uşaqdılar, yeniyetmədilər, pişəcəklər. İndi istər bizim köməkliyimizlə, istər özlərinin dünya görüşü ilə. Səhnəciyə gəldikdə isə doğrudan da səhnəcinin sonu yox. Səhnəci yenə, mən bir lal bir səhnəcik gördüm. Mən yenə uşaqların səhnədə diyaloqlarını eşitmək istəyirdim. Obrazların səsini eşitmək istəyirdim. Amma nə yazıq ki, üçüncü dəfədə gülləmiz boşa çıxdı. Afaq xanım, izlədiyimiz 3 səhnəciyi dəyərləndirsək, hansıydı sizin bugün diqqətinizi çəkən? Qaradağda daxil edərək Lənkəran, Qobustan, Qaradağ izlədik. Hal-hazırda sizin üçün favori kimdir? Yəni, belə əgər vicdanla müqayisə eləsək, hər halda indi bu dəqiqə favorit Qobustandır. Qobustan. Bayaqları Müşfiq müəllim düz dedi, o ssenarist də, o dramaturq da, o bilir genel. Bilirsiniz, hər hansı bir adamın adı çəkiləndə, obrazın adı çəkiləndə və o hələm-hələm səhnədə görünməyəndə, məsələ Cəfər Cabbarın Almaz piyesində Molla Sübhan, Molla Sübhan, Molla Sübhan, Molla Sübhan axıra qədər görünmür. Amma bəzi rejissorlar var ki, Molla Sübhanı çıxardırlar səhnəyə. O elə bir tipaj, elə bir vitdə, elə bir görkəmdə, elə bir danışıqda olmalıdır ki, doğrudan da desinlər də bu idi də Molla Sübhanda və yaxud bu idi, gözləməyə dəyəydi. Nənə obrazını oynayan oğlan xala oxşu, nənə olmayaydı. Yəni nənə obrazında qızın toyuna gəlmək istəyən bir ad, məsələ qızı sevən bir adam, qızı sevən bir oğlan. Başa düşürsünüz, biraz belə düzdür, 3 dəqiqənin içində bütün bu mən dediklərim mümkün deyil, amma lazım olsaydı əgər mümkün olardı. Normal idi, işləyiblər, yəni uşaqlar hiss olunur ki, çalışıblar. Rafael müəllim, sizdən də bir-iki kəlmə işləyək, orada Qaradağ komandası nəsə demək istəyir, getmirlər, gözləyirlər. Tam razıyam, yəni bütün kollegalar hamısı düzdüdür və fonda da o qədər bir belə musiqi seçmişdilər ki, səhnəciyin
tempini daha da saldı. Bəyənmədiniz. Yox, o musiqi, yəni fonda sakit bir oynaması yaxud da bir nəsə, o musiqi daha da adamın, nə bilim, tempi saldı da, yəni belə. Oyuna qaldıqda oynadılar. Yəni orada xanım, bəy obrazı, bəy xanım obrazı oynadılar. İkisi də, yəni o dostu oynayan da pis oynamadı. Amma tamamlanmadı da, tamamlanmadı. Sizə görə bu 3 komandadan hansı yaxşı idi? Mən hələ ki bu fikirləri özümdə saxlayım. Burada qeydlər aparıram, sonra... Müşfiq müəllim, sizcə 3 komandadan hələ ki hansı yaxşıdır? Qobustan müqayisədə. Necə sevinirlər? Bəli, orada ürək sözləri nəsə demək istəyirlər. Gəl mikrofon. Nənə gəlsin. Zəhmət olmasa danışarkən görülsün kimlə danışılır. Buyurun. Sadəcə onu demək istəyirəm. Əvvəla hər birinizi salamlayıram. Sadəcə onu bildirmək istəyirdik ki, bizdən nənə obrazı ən yaxşı Bəhul Veydalındır. Və cəmi 2-3 dəqiqə vaxtımız var idi. Bu müddətdə də sözün açığı bir rol verməli idi ən azından. Ən yaxşı onda aldığı üçün düşündük ki, ona verək bu rolu. Sırf buna görə, yəni onun nənə obrazında verdiyi artıq senaryoda. Yox, onun nənə obrazında olmağına heç kəs irad bildirmir. Bəli. Yəni nənə obrazı nə üçün nənə obrazıdır? Yəni görsən deyirsən mən o dəqiqə dedim ki, oğlandır ya və həmkarlarıma dedim ki, oğlan da oynayır. Yəni bu mütləq tamaşaçılarda olacaq. O tamaşaçılarda mən sizin yerinizdə olsaydım özünü bildirmək ki, o açardı, başındakı yaylıq açardı. Nəyəsə bir şey eləmək olardı. O barədə nöqtə, amma bəli, çox gözəl alındı. Bir dənə söz demək istəyirəm. Nənə hələ obrazdadır. Obrazdan çıxa bilərsiniz. Coşqun bəy dedi, ayaqqabı məsələsinə toxunmaq istəyirəm. Biraz oğlanlarda 43 razmer ayaqqabı tapmaq qadın ayaqqabısına biraz çətin olduğu üçün, yəni ən normal halda bu ayaqqabı ilə çıxa bildim. Var. Mən sənə yerin deyərəm, ye baba. Siz sağ olun dostlar. Uğurlar bu elə bugün üçün başlanğıcdır. Ayça xanım, üzr Coşqun bəy, açığı uşaqlar müraciət eləmişlər mənə də ki, bəlkə bizim rekvizitlərin içində olsun. Həqiqətən onun ayağına, o aktyorun ayağına o qadın ayaqqabısı tapılmadı. Bir balaca da ipucu verin, bizdə, yəni uşaqlar da gələcəyi bilsinlər, birdən lazım olar. Bizdə Jennifer Lopez obrazı var idi, onun hansın ki, Coşqun, bəli, Coşqun obrazı idi o və orada da bildiyiniz kimi o ağ uzun çəkmədə idi da, Jennifer Lopez həmən o tanınmış klipində. Yəni nə qədər elədik çəkmə elə böyük tapa bilmədik, tapdığımız çəkmədə Coşqunun ayağına çox dar idi, olmurdu. Biz onu götürdük, içinin dərisini bir qatını özümüz soyduq əlimizdən, inzibaşlarla. Yəni müqayisədə bir ölçü yekətmiş olduq çəkməni. Onu düzdür, tamaşaçı bilmir. Coşqun da onun ayağına geyindi, sonra da çıxartdı. İkinci dəfə yararsız idi o çəkmə. Coşqun mən, nələr çəkmişsiniz, nələr. Gəlin hazırdırsa digər komandamızı da dəvət edək səhnəciyini izləmək üçün. Bəli, püşkatmada onların adı 4-cü çıxmışdı. Gəlin ilk başdan bəri heç zaman templərini salmayan, hər zaman münsiflər heyətinin bəyənisini qazanan, bax bu finalda neçənci yerə çıxacaqlar deyə dərin-dərin düşündürən Göygöl Gənclər Evini dəvət edək. Toy sonu Şadlıq Sarayında pulun ödənilməsi. Ay oğul, ay körtədən nə gülə saldır, ay bala. Nə var səsiz? Otur aşağı, içəri girəndə görmədin, şifaner boyda axranalar. Otur aşağı, otur. Pis olam ki, siz bu toyun pulunu ödəyə bilmişsiniz. Ona görə də məcburam ki, bu ağsaqqalı zalog götürüm. Qadanızı. Mən niyə qadını? Mən niyə? Çünki sən istəsən də içərə qaça bilməzsən ağsaqqal. Bu ya, radikulistim var axı. 100 dəfə dedim bu toyu qapının ağzından aveste eləyən. Gətdi çaldınız bir şən yerinə, 1500 yanına çıxmışam. Menyunun yarısını çıxarttıranda bunu fikirləşəydini, cəmaat yavan törək yerdi. Şuba deyə sağ qulağımı zırdın da sol qulağıma keçibsən. Tabaka da rezil kimiydi, bir şişə çörək yiyənmədim. Tabaka vaxt da papa, bir dayanla ha. Bir dəqiqə. Hə, həkim qadın alın. Demək, haradasa 70 yaşı var. Aha.
Hə, özdə Zavaskoy narkozlandı, başına dönüm. Hissiyatı zadı yoxdur, gör nə qara bilirsən. Aman 50 il zabaqda... Bala, Vüqar bizim qohumuzdur. Ağa gəlib başımıza nə gəldi ağa? Vüqar vaxtıdır. Vüqar bizim qohumuzdur. Açılmamış konvert arzu. Az qadan almaz sənin. Bu mənim qardaşım Arzu deyib pul yazır. Qadan alım, Sən qardaşın maksimum at yarışına pul yaza bilər. Bu mənim bacım arzudur. Mən arzuma çatdır. Sənin bacın bizə heç xəbərdən başqa nə çatdır və? Qardaşım Arzu, qadan alım. Bu mənim bacım yazdırdığı puldur. Və sənin qardaşının yazdırdığı pul hardadır? Deyir, buradadır bax. Krisa qardaşın ədəvi yazdırır. Mənim qardaşım heç olmasa ədəvə yazır. Sənin o əyrimçə bacın bizə nə yazdırıbdı? Ədəvə ilə yaram sağalır mən, yoxsa şu balacıyıq. Əsas o da yazdırıb. Bunlar kimdir? Hə, həkim qadan alım. Məhsulumuz budur. Qadan alım, 70 yaş dediniz budur. Bu Dədə Qorquda oxşuyur. Olanımız budur, həkimin ağa. Görün nə tapıram. Tabaka maraqlıdır. Bunu saxla abidə. Bir ədəd büzüşmüş sağ böyrək. 500 manat qeyd eləyin. Ağzını aç. 100 manata 2 qızıl diş. Всё, qutardı. Bu 9 manatda gör nə qara bilirsən ha həkim. Görüm, Allahdan zaten nə tapıram. Sol altındakı konverti deyirəm. Bana xırnik Vüqar. Xırnik Vüqar Urset. Biz tərəf oxşuyur, Urset. Bu 100% biz tərəfdir. Dayanın ha. Mən imkan verərəm mi mənim evimin dirəyini söküb aparasınız? Mən imkan verərəm mi mənim dədəmi gözümün qabağında şaqqalayasınız? Bu da 1500 manat. Oğul, ne oğul? Mənim ana tərəfimdir, görürsən? Sən ananın tərəfini getirdin, o tərəf görməyib. Bu Rusiyada mən təsirürüm o vaxtı. Bu Allah xoşbəxt eləsin. Allah balanızı saxlasın. Ağzının ortasına qoyuram, topuğuna kim səpərsin. Ürəyim sıxıldı. Vay, papa, nətərsən? Bizə dəqiqə dayan görmüyor. Bu şar yağışından rəqqasələrin planı 600 manat. 600 manat? 600 manat? 600 manat? 600 manat? Dey buradan. Götür oxşu getdi. Hamısı buradadır. Bəlkə bundan şuba almayım. Amma bir böyrəklə də yaşamaq olar. Bəli. Mən alqışlardan başa düşdüm ki, deyəsən zal hamı Göygöldən gəlib burada yoxsa? Amma ümumiyyətlə bütün zal alqışlar da, yox? Ora alqışlamır. Orada ortada kim oturubsa, ortada eləşənlər harada ora? Sumqayıt Göygölü alqışlamır. Sizin oğuzlarınız barışmadı da. Yox, alqışlamırlar. Bəyəndiniz? Bəyənmədinizsə alqışlayın. Ümumiyyətlə, nə səviyyədə bəyənmişsiniz, alqışlarınızı da bildirin. Bütün zala aid. Olar. Müşfiq Göygöldən daha yaxşısını gözləyirdik. Çünki Göygöl həqiqətən mövsüm ərzində daha çox seçilən, daha keyfiyyətli videolar təqdim edən komandalardan oldu. Və o da onların öz problemidir, yaxşı mənada. Çünki yadlarında qalsın ki, insanlar, tamaşaçılar hansısa bir, istəyir müğənninin mahnısı olsun, istəyir aktyorun hansısa bir tamaşası olsun, növbətini ötənkindən daha yaxşı gözləyirlər. Yəni, əgər bu nömrə çıxış insanda yaxşıdırsa, əladırsa, o artıq ona yaxşı mənada problem yaranır. Növbəti bundan daha yaxşı olmalıdır, öz işini çətinləşdirir. Zəif olsaydı, o birisi yaxşı olsa mı deyər, indi daha yaxşıdır. Yəni, açığı indi aktyorlar yaxşıdırlar. İndi mən üz istəyirəm, burada peşəkar aktyorlar var, onlar daha çox ona qiymət verirlər, aktyor oyununa. Amma mətn zəif idi, situasiya gözəl idi, yaxşı situasiyadır. Yəni,
real həyatda da olubdu və realdır. Mən bu reallığı daha çox sevirəm ki, toy bitib və pulu ödəmək lazımdır müğənninin, restoranın. Hamı çalışır o toy bitəndən sonra imkan dairəsində ekonom rejimə keçsin ki, yəni az xərcləsin, özünə çox qalsın. Yəni situasiya əla idi, sadəcə içində zarafatlar az idi, diyaloglar zəif idi. Yəni olan o gülüş təzaldan bir neçə alqış oldu. İnanın mənə o da aktyor oyununun hesabına oldu, mətnin hesabına yox. Yəni senariyə görə olmalıdır, o aktyorluğa görə oldu, uşaqların öz gücünə görə oldu. Yəni nəzərə alsınlar, Göygöldən yenə deyirəm, qat-qat bundan üstünlüyü gözəldir. Müqayisədə yenə deyirəm, yaxşı idi. O birisi komandalarla müqayisədə Qobustandan yaxşı idi. Müqayisədə bəli, məncə Qobustandan yaxşı idi. Amma Göygöldən zəif idi. Bu Göygöl, dünənki Göygöldən zəif. Bu senarini kim yazıb, onu tapmaq lazımdır. Afaq xanım, həmişə deyirsiniz ki, o sonda bir şey olmalıdır ki, o diqqət çəksin. Elə deyəsən, burada sonluq biraz diqqət çəkdi, yoxsa? Göygöl ümumiyyətlə həmişə fərqlənib. Yəni, mən gördüyümdən deyirəm, həmişə güclü komanda olub. Hətta mən elə fikrimdən keçirdi ki, bu uşaqlar elə belə davam eləsələr də, mənə belə gəlir ki, Göygöldə miniatür bir teatr yarada bilərlər. Çox da gözəl olardı. Çünki əgər bunların özlərinin həvəsi varsa, deməli bunların tamaşaçıları da var. Deməli bunları sevənlər də var, bunlar eləyə bilərlər. Hə, bir balaca gözlənilməz oldu. Çünki mən səhərdən Göygölü çox həvəslə gözləyirdim. Fikirləşirdim ki, onlar neysə bir şey eləyəcəklər. Hə, ssenaridə də zəiflik. Zəiflik ssenaridə idi. Amma yəni oynayırdılar. Qobustan mı, Göygöl mü? Qobustan. Hələ. Coşqun müəllim. Çiğ idi, baxmayaraq ki, bu qədər vaxtları var idi uşaqların. Göygöldən doğrudan da biz həmişə təəccüblü səhnəciklər, yəni skeçlər gözləyirik. Müşfiq müəllim də qeyd elədi ki, obrazlarının oyununa görə gülməli idi. Yəni diyaloqlar var idi, sevindirici halda, amma zəiflik də vardı uşaqlarda. Yəni söhbət senaridən gedir. Biraz da boğazdan yuxarı oynayırdılar. Elə bilirlər ki, səhnə onu tələb eləmir. Əksinə, nə qədər ciddi, səmimi oynasan, yumoru, komediyanı bir o qədər qəbul olunacaqsan. Uşaqlar əqabdan alır, mən boşuna dönüm. Niyə belə eləyəndə, onun qabağında o, belə götürək də, administrator çox zəif idi. Onun hətta telefonla çatdırmağı ki, gəlin, burada bir iş var, gəlin bunu həll edin, məni zibildən qutarın. Uşaq, o iki dənə, Göygöldə həmişə o iki dənə uşaq, güclü uşaqlar olublar da. Ona görə də onun, misal üçün, danışığının qabağında o yiyilib əzilirdi. O administrator əksinə, yəni bədən üzvü satmaq bu balaca şey deyil. Başa düşürsün, bədən üzvünü satmaq gərək elə bir adam olsun ki, o qədər özünə arxayın olsun. Amma o döndü onun yanında cücüyə, balaca, səssiz adı çıxmırdı. Biraz belə arxayınçılıq var idi. Uşaqlar gərək onu nəzərə alıydılar ki, onlar güclüdürlər, güclü. Tərəf müqabilləri gücsüzdür. Tərəf müqabili gücsüz olanda sən də gücsüzləşirsən. Gərək onu verəsən bir təhər bir cür qabağa. Güldüz, Rafael müəllim. Oldu, şən idilər. Şən idilər. Şən idilər. Şən edirəm. Cavandılar, onlar quruculuğa gedirlər. Hamımız onu dedi ki, biz onlardan həmişə gözləmişik. Daha büyünlər, daha yüksək performans gözləyirdik. Çünki heç onu geri müqayisə eləməyəydik. Finaldır. Büyünləri qalib təyin oldu. Bayaq hətta otaqda söhbət olunda mən Rafaelə dedim ki, Rafael heç onlar müqayisəyə gələsi deyilləri, onları qoy bir qırağa. Amma bugün müqayisədə? Amma bugün müqayisədə onlar düşdülər, tamam müqayisədən müqayisəyə aşağı. Bugün biraz daha çox əmək gözləyirdik. Çünki baxın, qarşımda diplomlar var, görürsünüz. 5 qalibin diplomudur. Burada mükafatları görürsünüz. Bax, bura qədər gəlmişdiniz. Burada daha çox əziyyət və əmək görmək istəyirik sizdən. Odur ki, gəlin, elə əziyyət demişkən, əziyyətlə gəlib, finala gəlib çıxan, ən çox əziyyəti ilkin çəkib başdan, yenə saçları gedib. Gəlin, baxaq, görək, Sumqayıt Gənclər Evi nə təqdim edəcək?
başlayıbdı, maşallah. Deyirəm, baxıram o bayaqdan, mənə alqışlamırsınız. Heç olmasa mənə hörmət qoymursunuz. Qudalarımızı alqışlayın, qudalarımızı dəvət eləyirik məclisə. Qudalarımız gələnə kimi elə istərdim ki, bir qəzəl səsləndirim sizin üçün. Deyir, arxamda dayağım varımdı ata. Bəh. Söhbətim sirdaşım, canım da ata. Sağ ol ey şair, eşit. Ata var həyatda, tərəfsiz olur. Gör nə deyəcək. Ata var həyatda, şərəfsiz olur. Bütün şərəfsiz ataların şərəfinə bir tuş. Elə bil Yüngülvarı sözünü müatələdin ha. Mən haranın nəyiyəm ki? Sən haranın nəysən, biz hamımız yaxşı bilirik, amma demirik. Sağ olun. Əvvəla bütün qonaqlar, xoş gəlibsiz, səfa gətiribsiz, hamınızı salamlayıram. Mən sizin hamınızı tanıyıram, hamınıza bələdəm, ona görə də başdan demək istəyirəm ki, insafınız olsun. 200 manatlıq yeri və 50 manat salıb getməyin toya. Mən də yazığam da. Ay Rəsul, səni gördüm bayaq. Ay qardaş, sənin 300 manat borcun var, 6 aydır sən axtarıram. Bilibsən məclisdir. Qardaş, məclis axşam saat 7-dədir, səhər 2-dən gəlmirsən, pusuram 4 kuruq marojna gəlib stoluna. Sana layaqət, şərəf deməyəcəm, o yükü götürənməzsən. Amma xahiş edirəm, mən borcumusa qaytar. Yaxşı mı qadın? Allah xoşbəxt eləsin. Mən də çox uzatmaq istəmirəm də. Bəh, sağ ol ağsaqqal, sağ ol, var o. Gəlinimizin atasını görəm, yaxınlaşsın, o da bir sözünü desin. Kövrəli. Çox kövrəlmişəm, çox. Ürəkli ol biraz. Bu cürlə gül kimi, çiçək kimi qızımı sırıdım, verdim bunlara, getdi. Allah xoşbəxt eləsin, evlərini özüm bəzəmişəm, cərcəyizlər hamısı yerindədir. Arvad da götürüb evdən köçmüşük. Birdən qaytarıb zaten eləmək istəyərlər, evimizi bilməsinlər də. Oldu, Allah xoşbəxt eləsin, Allah xoşbəxt eləsin. Elə deyirəm, məclisimizin bu yerində istərdim bir analara da söz verim. Deyir, söz verək danışsın ağ bir çayana. Bəh. Bax, yenə yadıma düşdü. Şərəfsiz ata, şərəfsiz ataların şərəfinə bir dur. Çananı çıxaracam. Hamınız xoş gəlib, səfa gətiribsiz. Bugün çox təəssüf ki, mənim oğlumun toyudur. Bunu vurğulamaq istəyirəm ki, mən gəlmə 20.000 manatlıq komplekt almışam. Mən almışam, o yox. Onlar mənim oğluma 200 manatlıq izi alıblar. Fərəli. Sözümüz onunla deyil. Ümumiyyətlə, biz vüsətlə eşilə fikir verən ailə deyilik. Prosta deyirəm də. Qəti. Ay oğlum, Allah sizi xoşbəxt eləsin. Yar yanlardan olasınız. Oğlum, o əlindəki kostyum var ha. 50 manat alıblar. Əvvəla hər kəsi salamlayıram. Vallahi nə yalan deyim, mən bu qızı neçə illərdir əzab əziyyətlə böyüdürəm. Elə arvad elə gələndən elə ancaq puldan danışırsınız. Yaman pullusuz siz. Da demirlər ki, bəy gəlinin maşınını Prius danışıblar. 4 manat 50 qəpik. Kişi hələ heç onu demirəm, mən 4 manat 70 qəpik, yoxsa 50 qəpik. Nə yaman böyük pul idi ki? Vallahi özdə gecə danışmayıblar ki, birdən baha olar. 12-13 manat zad yazar. Nəysə, nə deyim vallahi, əlim üzümdə qaldı. Allah xoşbəxt eləsin. Deyirəm elə məclisimizin bu yerində istərdim ki, bir qudaların şərəfinə gözəl bir mahnı səslənsin. Mən oynaya bilmərəm, qardaş. Nətər yəni oynayamam? Mən qız atasıyam, ağır olma. Bir dəfə olan bir şey deyil, bax saqqal. Yox, ayıbdır, qardaş. Heç nə. Mahnımız gəlsin, zəhmət olmasın. Əməlliymiş ki. Sumqayıt Gənclər Evi komandası. Hər birinizə təşəkkürlər. Akçi, təşəkkürlər. Təşəkkürlər, təşəkkürlər, təşəkkürlər. Oynamıram deyəndən qorx deyirlər. Mən istəyirəm ki, bəyənib bəyənmədiyinizi alqışlarınızla bildirəsiniz. Coşqun müəllim, sevinirsiniz. Bəli, axır ki, düzdür, bir bəzi obrazlar və
Bu şəhərdədən bir var ora alınmışdı, yansıma. amma düz eləyiblər. Uşaqlar bu da onlara bir dəstəkdir. O qədər söylü obrazını oğrayıb oynayanlar var ki, indi özlərini aktrisa deyirlər. Nəysə, o mövzu başqa mövzudur. Yaxşı mövzudur. Yaxşı mövzudur, rəngarəngə gəlib danışarıq. Belə, Sumqayıt komandası, mən hamı haqqında öz fikrimi bildirdim. Sumqayıt Gənclər Evi zəif çıxışları da olub, zəif səhnəcikləri da olub, yəni skeçləri olub. Amma bugün Bəyək Afaq xanıma da səhnəcik gedə-gedə onların necə səhnədə rahat olduqlarını biz gördük. Çox özlərinə inamla oynadılar. Uşaqlar doğrudan da finala yaxın bir səhnəcikdir. Alqışlayıram onları. Yaxşı, 5 komandanın səhnəciyinə baxdınız. Hansıydı sizcə bugün ən yaxşısı? İndi Sumqayıtdır öndə. Hal-hazırda Sumqayıt. Bəli. Afaq xanım, sizə görə 5 komandadan hansıydı yaxşı? Vallahi mənim indi gördünüzsə Sumqayıt necə gözəl çıxış elədi. Bir-birinə qarşı ünsiyyət var idi, münasibət var idi. Səhnəni doldurmuşdular. Biz də indi belə deyirlər ki, səhnəni doldurmuşdular, tamaşaçını allada bilirdilər, tamaşaçını özlərinə qulaq astıra bilirdilər. Bu aksiyonun ən bic variantlarından biridir. İndi baxaq görə o biri işləri necədir? Rafael müəllim, bayağı Qobustan idi sizə görə favori indi. Yox, məyəxsiz soruşdunuz məndən. Mən dedim ki, hələ öz fikrimi özümdə saxlayayım. Yəni sonda bu 5 səhnəciyə baxdıq. Bu 5 səhnəciyin içində bəli, Sumqayıt irəlidədir. Çünki təşəkkür edirsin. Bəli, Sumqayıt, amma Qobustan da öz reytingini itirmir ha. Amma bilirsiniz, biraz Qaradağ da pis deyil, biraz Göygöl də yaxşıdır. Lənkəran bəli, bunların hamısı yaxşıdır. Müşfiq müəllim. Ümumiyyətlə, sizə deyim, belə aktyor oyunu yaxşı idi, uşaqlar özünü səhnədə rahat hiss edirlər, əminliklə. Amma bizim hörmətli müziklərə bir sürpriz eləyim ki, bu səhnəciyi bütövlüklə Sumqayıt komandası vaxtı ilə ATV-də yayımlanan Astar Show verilişindən götürüblər. Bəli, bu yəni yeni ideya deyil, ssenari yazılmayıbdır, bütövlə götürüb. Yəni həmən o atanın obrazda hansı ki deyir ki, mən qız atasıyam, ayıb deyilmi? Yəni şübhələri varsa mən deyə bilərəm. Bizim redaktorlar onu YouTube-dan tapıb, hal-hazırda bu monitoru da verə bilərlər ki, tamaşaçılar da baxsın, özlərini də dəvət edə bilərik. Bilirsiniz, nəsə oxşaya bilər nəyəsə. Hansısa bir, nə bilim, bir az faizda oxşayırsa, hə, okey. Bunu bağışlamalar ki, təsadüfən üst-üstə düşə bilər, balaca bir fikirlər. Amma bütövlüklə səhnəciyin özü, birincisi orada bəzi zarafatlar bu şəhərlərin konseptindən götürmüşdü. Qudalar səhnəsi var idi bizdə. Sizin ev bizə balaca valsınız, bizim mebelimiz azdır, sizin 20 kvadratlıq Xruşovkada da sıxışar, sizin Navostoyka belədir və s. O dəyişməni bir neçə bəli. Kül eləmək də var idi. Amma ümumiyyətlə səhnəci Astar Show ATV-də yayımlanıbdır. Kimisə şübhəsi varsa YouTube-a girə bilər, ATV kanalının YouTube səhifəsində Astar Show Toy yazdıqda eyni bu səhnəciyə başqa aktyorlar, başqa simaların ifasında baxa bilərlər. Onu dedim ki, nəzər alasınız. Göygöl necə sevinir? Bəlkə öz fikirləri var bu barədə, nəsə demək istəyirlər. Bəlkə təsadüfdür bu. Yox, qoy desinlər. Bütövlüklə təsadüf. Orada etiraz edən var, Vüsat orada. Birin birə ata axıra yaxın deyir ki, mən qız atasıyam, oynayam bərəm. Sonra birdən-birə dəyişir, başlayır hamıdan bayağı rəqsə və s. ana ilə bir yerdə. Amma İbrahim, siz getməyin, bəlkə... Yox, sözləri varsa buyursunlar. Yox, danışmaq istəmədilər. İstəmədilər, yəni mən olanı deyirəm. Amma fikriniz varsa bəlkə elə deyil, bəlkə təsadüfdür. Amma valla bizdə repertuarda tamaşa var. Bir məşhur tamaşanın demək olar ki, köçülmə variantıdır. Bəli. Valla, mən indi istəmirəm ad çəkməkdə. Repertuarda tamaşadır o, gedir, piyesdir. Amma o məşhur bir piyesin, yəni, demək olar ki, təkrarıdır. Onlar da Astar Show'dan götürüblər. Afaxam, zəif, məsələn, müqayisədə zəif olsa da Lənkəran komandasının çıxışı da ilk çıxış elədi. Amma özləri yazıblar səhnəciyi, onu biz heç yerdə görməmişik. Yəni,
O birisi mən bunu deməyə də bilərdim. Bu faktı mən deməyə də bilərdim. Amma o birisi 4 komandanın haqqına girməmək üçün mən özümə borc saydım, bunu bildim. Yəni yenə hər öz fikri var. Mən sadəcə olaraq o birisi komandanın haqqına girmək istəyirəm ki, onlar özləri yazıblar. Hamısını özləri yazıblar. Əlbəttə özləri yazsa bunlar həm də ssenaristik qabiliyyətini göstərmiş olar komandalarda. Nəyə görə biz müəyyən elədik ki, bu finalda 4 dənə bizdə rubrika vardı. Bu 4 rubrikanın içindən birazdan tamaşaçılar da izləyəcək. Kliplər var. Orada biz həmən komandaların bir səsini də yoxlamış oluruq artıq. Komandaların rəqsdə plastikasını yoxlamış oluruq. Rejissorluq qabiliyyətini, həmən o klipləri çəkməlidirlər. Biz dublyaj elədik. Komandaların zövqünü, səsləndirmə, o da incə sənətin bir qoludur, ayrılmaz bir hissəsidir. Yəni biz istəyirik ki, bu layihə çərçivəsində ayrı-ayrı istedadları olan hər bir oxumaq, oynamaq, yazmaq, çəkmək, montaj eləmək, bunun hamısı bir komandalar görsəsinlər də görək kimdə nə var, nə yoxdur. Yəni, məsəl üçün, ssenariya qanı yendirim, aktyor çox özlərini yaxşı seyirlər səhnədə, sanki Bakı Gənclər Evinin komandası çıxış edir, onların doğma səhnəsi idi. Onun özü də bir istedad tələb eləyir. Çox rahat idilər uşaqlar səhnədə. Amma ssenari yazılmamışdı. Bu səhnəcin ssenarisini Sumqayıt komandası yazmamışdı. Yəni 5 komandanı dəyərləndirirsək, burada həm oyun, həm ssenari. Bəli, hamısı birbirini tamamlamalı. Əgər Müşfiq müəllimin sözünə qarşı bir fikirləri varsa, danışmamaqdan, susmaqdansa, danışmağa üstünlüyü versinlər və desinlər. Onsuz da Müşfiq müəllim olmaz deyə bir şey demir. Sadəcə 5 komandanı dəyərləndiririksə, bu zaman nəzər alaq ki, Sumqayıtın ssenarisi özünün deyil. Bunu nəzərə alaraq dəyərləndirir. Amma izlədiyimiz bu oyunçular içində, komandalar içində Sumqayıt özünü göstərdi. Mən yenə deyirəm, bunların oyununu bəyəndim, diyaloqlarını bəyəndim. İndi Astarşonun ifasında baxmamışam mən o səhnəciyə. Mən istərdim, rica eləsəydim gələrdiniz mi bura? Biraz sıxlaşaq, biraz mehribanlaşaq. Gəlinimizin atası, gözün aydın olsun atam. İllərlə o evladı, o balanı böyüdürsən, oxudursan, cibinə pul versən məktəbə gedəndə, nə bilim, salona gedəndə, dodağını şişdirirsən, hər şey eləyirsən, axırda da gəl kimsə götürür, səni evladı aparır, boşa şişdirir, gözün dolub. İstəyirsən ağla günə. Yox, biraz çox kövrəyəm, çox. Ay cəmaat, bir mənim qızımın toyudur, bir mənim qızım ərə gedir. Şəxsən özüm onun otağını qəşəngcə bəzəmişəm. Qızım ərə gedir, bax qəşəng çarpaydan almışam, yorğan döşəkdən almışam. Qoy qızım üçün hər şey gözəl olsun, hər şey. Salfetka da qoy, salfetkalar da olur, inşallah stollarda. Bir ata kimi borcum odur ki, qızım üçün hər şey elim. Çünki mənim qızım bir şəhərə gedir. Verirəm qızımı gedir. Alqış. Belə ata kim istəməz, kim hörmət qoymaz ki? Baxmayaraq ki, qudalarımız ucuzvari cehizlə bizi necə deyim, yola verdilər, amma dedim, Tahir, sən xonçalara 10.000 manat verməlisən. İndi bir şey də vurğulamaq istəyirəm. Oğul, əynindəki kostyumu da 50 manata alıblar, onu da bilginən. Qız evi tərəfi, biz ancaq baxacaq. Eşidirsən, ömründə birinci dəfədir evladın evlənir. Yox, üzr istəyirəm qardaşım. Özündə çox sevincək adamsan. Çox sevinirəm ki, qızım gedir, ərə gedir. Amma mən qız evi kimi, qız atası kimi ancaq baxa bilərik. Biz baxaq. Qoy oynasın. Qaldır ana. Tez. Ayca. Yenə deyirəm, bu baxdığımız komandaların içində Sumqayıt çox yaxşı çıxış elədi, çox rahat idilər səhnədə və finala yaxın bir səhnəci idi. Ümumiyyətlə bu 5 komandanın heç biri pis çıxış eləməyibdir. Sadəcə gözlədiyimiz o effekti ala bilmədi. Yoxsa hamısı gözəl çıxış elədilər. Əsas dəyərləndirmə o sondakı ev tapşırığı olan sujetdən bəlli olacaq. Çünki artıq onlar da buna alışıblar. Biz də bunu nə gözləyəcəyimizi artıq bilirik. Buyurun. Bəli, 5 komandanın canlı səhnəciyini izlədik. Beşinci yerin qalibi, 4-cü yerin sahibi. 3-cü yerin adını görəndə mən təəccübləndim. İkinci yeri Şəngənc layihəsində
mən sizə bu mükafatı təqdim etməyəcəyəm.